Gəlin birlikdə High Table Dinnerə gedək. High Table Dinner Hong Kong universitetlərində ənənəyə çevrilmiş xüsusi bir axşamdır. İlk olaraq elə universitetimizdə yerləşən zala gəlirik və burada biraz sıra gözlədik. High Table Dinnerə tələbələrdən əlavə olaraq bəzi professorlar, qonaqlar dəvət edilir və burada da ayağa qalxıb onları qarşılayırıq. Onlar bizə öz həyat hekayələrini danışır, kariyeraları barəsində məlumat verirlər. 6 or 7 years studying my MPhil PhD about pop music, and I've been working in radio, Vine, and it just passed away 3 years ago. I'm opposed to Aurora, so this is kind of, achievement in my radio or DJ life. Mükafatlandırma mərasimindən sonra isə yeməklərə keçirik. Okay, so in every high table we have this bread. Still hot. And I think it's the best item in it's the best part of high table. We paid 500 to get this bread. Sonra isə mənə tomat şorbası, otaq yoldaşıma isə lobster şorbası verdilər. Burada isə oturmuşuq, əsas yeməyi gözləyirik. Vegetarian olmasam da vegetarian menyusu seçmişdim və mənə lazanya gətirdilər. Digərlərində isə toyuq, domuz və yaxud da balıq var idi. Və son olaraq da şirniyyat və meyvələr gətirdilər. Sonra isə yenə hər kəs ayağa qalxdı və yataqxananın mahnısını oxumağa başladıq. Və burada artıq qonaqları yola salırıq və High Table Dinner başa çatır. Bugünlük bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.